Salam hər birinizə dəyərli izləyicilərimiz. Xoş gördük yeni videomuzda sizləri. Gəlmişəm bu dəfə sizlərə çox fərqli bir ev təqdim eləyəcəm. Ev Mərdəkanda yerləşir. Teymur Quliyev sanatoriyasında Baba Əliyev küçəsindədir. Çox qəşəng bir ərazidədir, daimi yaşayış olan massivdədir. 5.5 sotun içində inşa edilmiş o gözəl evi sizlərə təqdim eləməyə başlayıram. Hal-hazırda isə həyətindəyəm. Həyəti də çox gözəldir. Axşam çəkirik, amma işıqlıdır. Daxil olan kimi buyurun açılan qapısı, həyətində avtomobil saxlaya biləcəyiniz geniş ərazisi var. Sol tərəfdə 25 kvadratlıq yay və qış mətbəxi var, cam balkonla əhatələnib. İsti döşəmədir, yayda açıb qışda bağlaya bilərsiniz və tam əşyalıdır dəyərli izləyicilər. Oradan da çıxırsınız manqala və ən əsası sizə hovuzu göstərmək istəyirəm. Fərqli bir hovuz da var həyətdə. Belə qəşəng şəlaləli, işıqlı, uzunluğu 7, eni 3,5, dərinliyi isə 1,60-dır. Bu arada bu hissədə də terasdır, amma isti döşəməli bir terasdır. Gələcəkdə istəsəniz buranı da bağlaya bilərsiniz, amma məncə ehtiyac yoxdur, belə daha gözəldir. Və bu evdə ən əsas, ən xoşuma gələn, yəni hələ görməmişdim belə bir şey. Proyektor var dəyərli izləyicilərimiz, yəni rahatlıqla çöldə əyləşərək buradan kinonuzu açıb baxa bilərsiniz, YouTube-a, Netflix-ə, hər bir şey açıb baxa bilərsiniz. Çox qəşəng düşünülüb məncə. Bu arada evin arxa hissəsində həyətin ümumi sanitar qovşağı var, boiler sistemi var, yəni texniki otağı var. İndi isə keçək evin içi ilə tanış olaq. Bu arada evin ümumi sahəsi 180 kvadratdır. İndi istəyirəm keçək. Qonaq otağını göstərək sizə. Sizcə də çox gözəl deyil, məncə çox gözəl dizayn olunub. Qonaq otağı, mətbəx bərabərdir. TV stendin alt hissəsində kamini də var. Əşyaları çox zövqlə seçilib. Döşəmə qranitdir, isti döşəmədir. Və bu arada qeyd etmək istəyirəm ki, ev monolit tikilidir dəyərli izləyicilər. Həm alt hissəsi, həm üst hissəsi monolitdir. Burada da mətbəx üçün lazım olan bütün avadanlıqlar var. Mətbəx mebeli ilə təchiz olunub. Bura isə evin çamaşırxanasıdır. Həmçinin keçək. Bura isə evin ümumi sanitar qovşağıdır. Bütün aksesuarları var. İsti döşəməlidir təbii ki. Modern şəkildə dizayn olunub. Rəng tonları da çox gözəl seçilib. Burada birinci yataq otağını göstərmək istəyirəm. Bütün əşyaları var, yəni tam əşyalı şəkildədir. İndi isə keçək. Digər yataq otağını göstərək. Bu arada, üzr istəyirəm, evdə 3 yataq otağı var və bura isə evin 3-cü və sonuncu yataq otağıdır. Ən sevdiyim otaq bura oldu. Çünki niyə? Çünki həm dolab otağı var, həm hovuz mənzərəsi var, həm də özünün sanitar qovşağı var. Göstərək birinci dolab otağını. Xanımlarımızın məncə ən sevdiyi hissə. Burada isə sanitar qovşağı yerləşir. Və hovuza çıxış mövcuddur, hovuz mənzərəsi var. Çox gözəl bir evdə əziz izləyicilərimiz. Qiyməti isə start olaraq 690 min manatdır. Təbii ki, real alıcılarımıza indirimimiz də olacaq. Kupçası var, sənədlər qaydasındadır, qazı, su, işığı da daimidir. Belə, gəldik bu videomuzun sonuna. Bizi izləməyi unutmayın, like etməyi, yorum yazmağı unutmayın. Və ən əsası da yerində baxmaq istəyənlər əlaqə nömrələrimizi qeyd eləyirik. İstəsəniz elə gəlib yerindəcə baxa bilərsiniz. Biz getdik, növbəti videolarda görüşərik. Hələlik.